Məni izləyən hər kəsi salamlayıram. Bu mənim ikinci vloqumdur. Kanalıma abunə olub məni dəstəkləsəz çox sevinərəm. Burada səhər üzümü təmizləyirəm. Bunlar nəm salfetlərdir, aloe veralıdır. Çox yaxşıdır, üzümü yumşaq edir. Sonra göz ətrafı kremdən istifadə edirəm. Və sonra İsanadan aldığım bu serumları çox xoşladım. Bunları da üzümə çəkirəm və günüm başlayır. Üzümə çay süzürəm, quru meyvələrlə içirəm. Yeni olduğum üçün biraz həyəcanlıyam. İnşallah ki, gələn vloqlarda biraz həyəcanım keçər. Və başlayıram uşaqlar üçün çörək pizza hazırlamaya. Çörəyin üstündə pizza. Burada sosunu hazırlayıram. Bir ədəd pomidor doğrayıram. Və biraz kişniş, bir dəstədən bir az. Bir ədəd yumurta və tomat sosu tökürük. Çörəyi kəsirik, iki yerə bölürük ortadan və arasına kərə yağı çəkib, sonra bu sosu əlavə edirik. Üzərinə kalbasa xırda-xırda doğramışam, tökürəm və torkadan keçirilmiş Holland pendiri əlavə edirəm və qoyuram duxovkaya bişməyə. Hazırdır, doğrayıram və nuş edirik. Burada gedirəm 1 manatlıq dükana. Dedim sizlər üçün də çəkin, baxın. Görün nələr var 1 manatlıq dükanda. Biraz tələsik çəkmişəm. Əgər xoşunuza gəlsə, bir də gedəndə yaxşı çəkib göstərərəm.
Bunlar limon qabıdır. 6 ədəd aldım. Bunlar belə salat, kek, şirniyyat qoymaq üçün 2 ədəd ondan aldım. Çox gözəl qablardır, xoşum gəldi rüsumkasından. 6 ədəd belə mürəbbə qabı aldım. Yəni aldım həm mürəbbə qabı, həm magnolia eləyəndə içinə tökməyə çox qəşəng görünür. Sonra belə 12 ədəd belə boş qab aldım. Bir ədədi 1 manat. Və evə sushi sifariş verdik və çox xoşumuza gəldi. Deyərdim ki, ilk dəfə idi belə bu qədər ləzzətli suşilər yirdim. İndi isə tem bağlamamızı açaq. Çox gözəl şeylər almışam. Buyurun siz də izləyin. Bunları 8 manat almışam. 4 ədəd. Sonra belə bir qolbaqdır. Yayda qola taxmaq üçün qızıma almışam. 3 manat almışdım deyəsən. Yumurta qoymağa qab almışam. Bunu 5 manat aldım. Sonra belə bir üzüklər almışam. Yəni hamısının qiyməti tam yadımda deyil, amma 1 manat 50 qəpiyə, 2 manat, 3 manata da var idi. Çox xoşum gəldi bu üzüklərdən. Bilmədən birindən 2 dəfə sifariş vermişəm. Sonra diş çöpü qoymaq üçün belə bir qab almışam. Onun qiyməti 4 manata idi. Burada aldığım qablarımı istifadə edirəm və ıslaq kek hazırlayıram. Islaq kekə 3 ədəd yumurta vururam. Bir stəkan şəkər tozu. Və mikserlə qarışdırırıq. Ağırına qədər qarışdırırıq ki, yaxşı şişsin. 1 stəkan süd, 1 stəkan yağ. Vanil, kabartma tozu. 4 xörək qaşıq kakao töküb qarışdırırıq. Stəkan yarım un əlavə edirik. Kek qabına tökürük və qoyuruq bişməyə duxovkada. Sonra üzəri üçün sosunu hazırlayırıq. Sosuna 1 stəkan şəkər tozu, 1 stəkan süd, yarım stəkan yağ, 3 yemək qaşığı kakao töküb qarışdırırıq. Və qazın üstündə bişiririk. 5 dəqiqə bişiririk, bəs eləyir. Sonra belə diş çöpü ilə deşirəm ki, sosu özünü yaxşı çəksin. Islaq kek bizim evdə tez-tez hazırlanır. Uşaqlar da, özüm də. Yəni ailəlicə bu ıslaq keki sevirik. Və üzərini belə çələnglərlə bəzəyirəm və yanında çayla nuş edirik. Kanalımı izlədiyiniz üçün sizə çox təşəkkür edirəm.
abunə olsaz çox sevinərəm.